Salam dəyərli müdavim və müəllimlər, hər vaxtınız xeyir olsun, hər birinizi xoş gördük. Mən Fidan İskəndərova, FES Akademiyada Azərbaycan dili üzrə müəlliməm. Biz bir kurs olaraq bildiyiniz kimi bütün sahələr üzrə hazırlaşan müəllimlərə, müdavimlərə, həmçinin lisey üzrə hazırlaşan şagirdlərə, məzunlara, blok buraxılış imtahanına hazırlaşan hər kəsə, qısaca pedaqoji fəaliyyət göstərmək istəyən və yaxud da pedaqoji sahədə hazırlaşan nə qədər müəllim, müdavim, şagird varsa, hər birinə dəstək olmaq məqsədi ilə ödənişsiz kanallar ərsəyə gətirmişik. Əgər hansısa sahə üzrə ödənişsiz qruplar tapa bilmirsinizsə, mütləq şəkildə bu nömrəyə gec olmadan yazırsınız və sizi ödənişsiz istədiyiniz qruplara əlavə edirlər. Hər ehtimal mən qısa yol olsun deyə əsasən, çünki bizim izahlara baxanların sahəsinə əsasən deyirəm ki, mən sizə bu izahın rəy bölməsində bir link yerləşdirəcəm. Həmin linkə daxil olaraq istədiyiniz konspekti, qızıl qeydləri və s. izləyib işləyə bilərsiniz. Həmçinin onu da demək istəyirəm ki, məsələn, indi mən sizə sınaq izahı verəcəm, 10 sualdan ibarət olan sınaq izahı. Bu sınaqlar artıq bir neçə müddət ərzində yəni sizə paylaşılıb, sadəcə bugündən başlamamışıq. O əvvəlki məlumatları, materialları da gec olmadan əldə etmək üçün dediyim kimi, indi izahı hansı linklə izləyirsinizsə, həmin linkin sadəcə rəy bölməsinə daxil olun. Rəy bölməsində elə mən tərəfdən yuxarıda sancılacaq deməli link, həmin linkə daxil olacaqsınız. Bu izahı da kim ki birinci sınağı işləyib daha sonra izahı eşitmək istəyirsə, onlara da aiddir ki, zəhmət olmasa rəy bölməsindən yuxarıda yerləşdirəcəyim, sancacağım linkə daxil olub ilk olaraq sınağı işləyin. Cavabları dəftərə yazın, daha sonra mənim izahımla tutuşturun. Görün, düzmü yazmışıq, səhvmi yazmışıq, səhv yazmışıqsa nəyi, niyə görə səhv yazmışıq, hamısının izahını indidən verəcəm. Getdik. Vurğunun yerini dəyişməklə nitq hissəsinə aidliyi dəyişməyən sözün iştirak etdiyi cümləni seçin. Ən məşhur sözlərdən biri, bax, fərqləndirdiyim sözdür ki, vurğuları dəyişəcək, mənalar da təbii ki, vurğu dəyişirsə dəyişəcək, sadəcə nitq hissəsi dəyişməyəcək, olduğu kimi qalacaq. Bax, məsələn, deyirəm ki, lirik, satirik. Vurğu dəyişir, amma nitq hissələri də dəyişir. Amma elektrik, vurğular dəyişdi, hər ikisi isim qaldı. Biri var, deyirəm ki, atamın vəzifəsi elektrikdir. Vurğu ikiyə düşür, yenə də isimdir. Elektrik cərəyanı, vurğu sona düşür, yenə də isimdir. Elə bizə də bu lazım idi. Bax, digər variantlarda, məsələn, A-da lirik sözü var. Dediyim kimi, bu lirik sözü nə olur olsun, vurğusunu dəyişməklə mənasını da, nitq hissəsində dəyişir. Lirik isimdir, lirik səs sifətdir, açıqdır. Eynən romantik sözdə. Romantik isimdir, romantik sifətdir, çıxdı. C variantında elə bir söz yoxdur ki, məni təəccübləndirsin, çaşdırsın, çıxartdıq getdi. Eləcə də Y variantında maksimum burun sözü ola bilər. Nəyisə burun, yəni fırladın, bir də var burun. Yəni burada da gördük ki, nitq hissələri dəyişdi. Bizə nə lazımdır? Nitq hissəsi dəyişməyən cavabımız D variantı. Bu tip bir dəfə də sual izah eləmişdim bu yaxınlarda. Müdavim rəy bölməsinə yazmışdı ki, mən məsələn həmin sual tipini anlamadım. Həqiqətən də bu tiplərdə yəni anlamalı bir şey yoxdur da, konkret qaydadır və biz də məcburuq ki, o qaydaya tabe olaq. Məsələn, mən deyirəm ki, müəllim sözündə vurğu sona düşür. Yəni burada kimsə anlamadım deyəndə deyirəm ki, konkret qayda budur da, müəllim deyirik biz. Elektrik və elektrik sözlərinin də konkret qaydamız odur və təbii ki, biz o qaydaya uyğunlaşmalıyıq ki, vurğular dəyişsə də, məzmunlar dəyişsə də, nitq hissələri eyni qalır. Hansı nümunədə işlənən frazeoloji birləşmə amonimlik yarada bilər? Cavabımız olacaq D variantı, səs vermək. Biri var, televizorda maraqlı bir film nümayiş etdirilir, ona səs vermək lazımdır ki, mən eşidim, biraz uzaqda oturmuşam, eşitmirəm. Biri də var ki, səsimə səs ver.
və yaxud da prezident seçkilərində biz səs veririk hansısa namizədlərə. Düzdür? Deməli, səs vermək biri var, filmə səs verirsən ki, eşidəsən, qulağın eşitsin. Biri də var ki, xal, puan söhbəti də belə deyək. Kiməsə xal vermək, səs vermək ki, onu belə deyək də namizəd, irəli sürdüyü namizədlik var ki, biz səs veririk və o, məsələn, prezident seçilir və yaxud da hansısa bir sahə üzrə kiməsə səs veririk. Cavabımız olacaq D variantı. Zəhləsi getmək, nə bilim, başqa nə var burada? Ürəyimə batmaq. Bunlar da frazeolojidir. Amma biz gör nə axtarıq? Frazeoloji birləşmənin homonimliyi. Bir növ el arasında buna deyirik ki, iki qat məcazili. Yəni, bir dənə mənanın məcaziliyi bəs etmir. Frazeoloji homonimlər iki məcazi məna tələb edir bizdən eyni anda. Hansı cümlədə gələcək zaman məzmunlu fe'li sifət iştirak etməyir? Cavabımız olacaq A variantı. Fe'li sifətin şəkilçiləri bildiyimiz kimi, bilməliyik ki, daha doğrusu, zamana görə dəyişməsə də həmin sözlər, çünki təsriflənməyən formalar şəxsə, kəmiyyətə, zamana görə dəyişmir. Dəyişməsələr də dadlarında, dadında, qanında, canında zaman məzmunu var. 6 şəkilçinin 6-sının da dadında, tərkibində zaman məzmunu var. Deməli, an-ən indiki zaman məzmunludur. Ona görə cavabımız A. Ası, əsi, acaq, əcək, malı, məli, malı, məli bunların hamısı gələcək zaman məzmunlu fe'li sifət şəkilçiləri sayılır. Getdik 4-ə. İşarə əvəzliyi ismi əvəz eləmişdir. Bunun konkret bir qaydası var. İşarə əvəzliklərini ilk olaraq saymalıyıq. İşarə əvəzliklərini sayandan sonra həmən. Bunu da mötəzili yazdım ki, bunlar onsuz da eyni şeydir. Və belə bir qeyd öyrətmişəm müdavimlərimizə ki, işarə əvəzliyi ismi əvəz edib sualına cavabı sadəcə bunlarda axtar. Çünki o işarəsi əsla ismi əvəz eləməz, həmən də ismi əvəz etmir. Biz istisnaları və s. nəzərə almırıq. Əsasən deyirik ki, ismi əvəz edə biləcək işarə əvəzlikləri hansılardır? Bu, elə, belə. Bəli, 3 ədəd əvəzliyi təyin etdik ki, ismi əvəz edə bilər. Bunlar da durduqları yerdə ismi əvəz etməyəcəklər. Əgər sadaladığım əvəzliklər əlbəttə ki, ismin sualına cavab verərlərsə, o zaman ismi əvəz edərlər. O səbəbdən də cavabımız olacaq B variantı. Bax, bunları. Bu, görürsən ki, ismin sualına cavab verir. Elə sözü ismin sualına cavab vermir. Elə sözü ismin sualına cavab vermir. D variantında bizə maraqlı olan bir əvəzlik yoxdur. Biz ancaq bu, elə, belə əvəzliklərinə fokuslanmalıyıq. Buradakı bu ismin sualına cavab vermir. Cavabımız oldu B variantı. Hansı cümlədəki sözün başlanğıc forması sifət olsa da kökü saydı, cavabımız B variantıdır. Bax, başlanğıc sifətdir. Çünki ki, əsasən hətta bir 90%-dən çox ehtimalla sifət düzəldir. İsim də düzəldə bilər, amma gərək özündən qabaq yiyəli hal gəlsin. Bizimki, sizinki və s. Kinin qabağında yiyəli hal gəlmirsə, hər zaman sifətdir deməkdir. O səbəbdən tapdıq ki, çoxdankı sözü nədir? Sifətdir. Amma kökü nədir? Saydır. Elə bizə də bu lazım idi. Polad birliyimizi sarsıtmasın, qoy bu qəm. Burada ümumiyyətlə sifət yoxdur. Muğdusi çoxdan bilirdi ki, onun qonşuluğunda Usta Cəfər adlı məharətli, bənna və səliqəli gəc çəkən var. Olsun belə bədii əsərlərdə bu tip qəribə adlardan eşitdiyimiz olur. Məharətli. Burada nə bilim kökü say lazımdır. Bizə kökü say deyil, getdi. Həcər qulaq verdi bu an buludlar azacıq hərəkətə gəldi. Bu səslə ucaltmasaq biz birgə səsimizi dövrümüz şair kimi yaşatmayacaq bizi. Bax, birgə sözünün bəli kökü saydı. Amma özü sifət deyil, zərfdir. Yəni bunun kökü say, birgə sözü isə nədir? Zərfdir. Cavabımız nə oldu? B variantı.
Sual 6-ya baxaq. Hansı cümlədəki sifətin şəkilçisi eyni zamanda isim də düzəldə bilir? Cavab C variantı. Bax, burada sifətin şəkilçisi var və I, U, Ü həm də isim düzəldə bilər. Məsələn, yazmaqdan yazı, pozmaqdan pozu, məsələn, yazı pozu işlərindəki pozu mənasında. Cavabımız olacaq C variantı. Bu şəkilçi ancaq sifət düzəldir. Bu şəkilçi isim və feil düzəldir, sifət düzəltmir. Bu da sifət şəkilçisidir. Daha sonra B variantında bizi çaşdıran bir şey yoxdur. Məsələn, ır, ir, ur, ür deyə sifət şəkilçisi yoxdur. Gözəllik sözü bəs niyə olmaz? Çünki A variantındakı gözəllik faktiki olaraq isimdir. Biz birinci variantlardan sifət düzəldən şəkilçi axtarıb, daha sonra o şəkilçinin həm də isim düzəltmək mövqeyini tapmalıyıq. Cavabımız C variantıdır. 7. Hansı cümlədə quruluşca həm sadə, həm də mürəkkəb bağlayıcı var? Cavabımız olacaq burada D variantı. Səbuhini də bağlayıcıdır. Ona görə də bağlayıcıdır. Biri mürəkkəbdir, biri isə sadədir. Bəziləri çaşıb B-ni götürə bilərlər. Əslində çaşmazlar, çünki də sadədir. Heç nitq hissəsinə baxmıram. Ümumiyyətlə köməkçi olaraq hər ikisi sadədir deyə yəqin ki çaşmarsınız, amma hər ehtimal biraz dərinliyə gedək. B-də dadə ədatdır, çünki bağlayıcıdır. Yəni biz hər ikisini bağlayıcı axtarıb, daha sonra birinə sadə, birinə mürəkkəb olsaydı götürərdik. Yəni burada həm quruluşdan bildik ki B deyil, həm də ayrı-ayrı köməkçilər oldu. A-da da bağlayıcı funksiyasında olan iki şərt ödəmir. Həm sadə, həm mürəkkəb bağlayıcı yoxdur. Həm də C-də, həm də Y-də. Cavabımız oldu B variantı. 8. Zaman zərfliyi feili bağlama tərkibi ilə ifadə olunan cümlələri seçin. Elə cümlə seçməliyəm ki, zaman zərfliyi feili bağlama ilə ifadə olunsun. Aha. Burada görək cavabımız nə olacaq? Feili bağlama. Deyirəm axı, burada elə bildim boşluq var. Tərkibi deyir. Elə bildim feili bağlama yazıb. Tərkibi yazıbsa düz yazıb. Sual düzgündür. Cavabımız olacaq o zaman 2, 4, 5. Biz dəyirmandan çıxıb gedəndə onlarla qarşılaşdıq. 2, 4, 5. Onun uzaqdan gəldiyini görəndə sevinirdim. Dərənin qarşısında at kişnəyəndə ərinin gəldiyini hiss etdi. Burada da dərənin qarşısında at kişnəyəndə. Deməli, hər bir seçilən variantda gördüm ki, deməli tərkibdədir. Feili bağlama tərkibi ilə ifadə olunub. Məktəbdə oxuduğu vaxt qış və yay tətillərində yoldaşları ilə şəhərə həmin bu kəsə cığırla gedib gələrdi. Bir gün meşədə gəzdiyimiz zaman dostum doluxsunmuş halda. Bəli, birincidə ümumiyyətlə görürsünüzmü? Bir feili bağlama yoxdur. Nəinki onun tərkibi olsun, yoxdur. Həm də həmçinin 3-də də dığ üstə gəlməyən subyekt feili sifət şəkilçisidir. Biz nə axtarırıq? Feili bağlama tərkibi axtarırdıq. Nümunədə buraxılmış durğu işarələrini müəyyənləşdirməliyik. Vəzir mat qalır, gedir yaxınından soruşur. Ay qoca əmi, bu nə işdir? Ağlamaq nədir? Gülmək nədir? Bu formada dialoqdur. Deməli, görürəm ki, 4 dənə vergül var. Bir dənə sual var, qoşa nöqtə var, tirey var. Cavabımız B variantı. Hansı nümunədə feil əmr cümləsini formalaşdırmağa xidmət edir? Cavab etmir. Cavab C variantı. Gətir, dilər, zaman şəkilçisi var deyə xəbər şəkli adlanır. Biz də əmr cümləsini yazmaq üçün əmr şəkli tapmalıyıq. Yəni, əmr şəkli olan feillər əmr cümləsi sayılır. Xəbər şəkli, vacib şəkli və s. bu tiplər nəqli cümləyə aparır. O səbəbdən cavabımız olacaq C variantı. Əmr şəkli deməli əmr cümləsidir. Əmr şəkli, əmr cümləsi. Əmr şəkli bunlar da hamısı əmr cümləsi sayılır. Belə əziz müdavimlər, ümid edirəm ki, izahlar sizə yararlı olur, maraqlı gəlir. Əgər belədirsə, izahımızı bəyənməyi, paylaşmağı, kanala abunə olmağı unutmayın. Sağ olun, gələn görüşlərə qədər.